Bəli, əziz dostlar, düz baxın bu dağın kəlləsini seçdik. Baxın əziz dostlar, 7 ədəd burada və 7 ədəd də burada. Bura Ceyranbatanın yanı Bakı Sumqayıt yoludur. Likoy zapravkasının yaxınlığı. 7 ədəd də burada. Əziz dostlar, 14 ədəd ağac bura əkildi. 7-nin 7-yə. Bakı Sumqayıt yolu, Ceyranbatanın dağ hündürlüyüdür. Likoy zapravkasının yanı tərəf. 1, 2, 3, 4, 5, 6, bu da 7. Sonra burada da var. 1, 2, 3, 4, 5, 6 və 7. Hə, əziz dostlar, ağac əkimi davam edir. Düzəngahlıq deyil, düzəngahlıq. Bu tərəfdə Ceyranbatan gölüdür. Əziz dostlar, 14 ədəd ağac əkildi, 7-nin, baxın ora, 7-yə, bir də o tərəfdə. Deməli, bura haradır? Bura 20 yanvardan gəlirsiniz, salayın yanından dönürsünüz, təzədən qayıdırsınız, Ceyranbatanın qırağından, oranı göstərin zəhmət olmasa. Likoy zapravkasının, demək olar ki, yuxarı hissəsi. Bax belə, kim istəsə ziyarət edib baxa bilər, amma yaxınlaşı zəhmət olmasa, oğul axtarıram ki, bu dağı yanı çıxa bilsin. Sadəcə olaraq, maşınlar buradan bir nöqtə kimi görsənir, amma gördüyünüz kimi oğlanlar var ki, burada bir salır. Təşəkkür edirəm, sağ olun.